İnsanlar eşitib ki, İmam Rıza əleyhissalam Xorasana gəlir. Deyirlər ki, 120 min nəfər insan İmam Rızanı qarşılanmağa çıxmışdılar. Gördülər, həyəcandan, sevincdən göz yaşlarını saxlaya bilmirlər və istədilər ki, İmam Rızadan xahiş elədilər ki, bizə bir dənə hədis denən ki, bizim üçün yadda qalan olsun və çox faydalı olsun. İmam Rıza əleyhissalam buyurdu, kəlimətü la ilahə illallah hisni, fəmən dəxələ hisni əminə min əzabi. La ilahə illallahı kim söyləsə, sanki mənim əmnamanlıq qalama daxil olar. Bu hədisi qudsidir. Allah Teala buyurur, deyir ki, kim la ilahə illallah kəlməsini söyləsə, mənim əmnamanlıq qalama daxil olar. Bu da indi müsəlmanların arasında bir qardaş anlamına gəlməlidir ki, la ilahə illallah əhli, hamı bir-birindən qardaşdır, bir alənin üzvüdür. Yəni bir qalaya daxildir, Allahın o aləsinin üzvüdür. Mən burasını izah eləmirəm, amma burada söz həqiqətən çoxdur. Qardaşlıq anlamında burada söz çoxdur. İmam Rıza əleyhissalam cəmaatı təəccübləndirdi, amma sözün sadəliyi ilə təəccübləndirdi. Cəmaat 200 ilə yaxındır, la ilahə illallah deyir. İmam Rıza əleyhissalam gəlib bunlara la ilahə illallah haqqında hədis öyrədir. Yəni insanlar təəccüb elədi ki, biz Peyğəmbər balasından bunu gözləmirdik. Daha böyük söz gözləyirdi İmam Rızadan, yeni bir söz gözləyirdi İmam Rızadan. Amma onlar sözün əmiridir, Əhl-i Beyt sözün əmiridir. Elə bir səhnə qurmuşdu ki, İmam Rıza əleyhissalam heç vaxt unudulmayacaqdı bu səhnə. 120 min tamaşaçısının qarşısında İmam Rıza əleyhissalam çıxış eləyir. Cəmaat təəccüb elədi. Dedi, bizim gözlədiyimiz bundan çox-çox yüksək bir sözləri idi, yeni bir sözləri idi. İmam Rıza əleyhissalam dəvəsi hərəkət elədi, İmam Rıza əleyhissalamın üstündə hamı da tamaşa eləyir. Deyir ki, niyə bizə belə bir söz dedi görəsən, niyə belə bir sadə söz dedi? Dayandırdı İmam Rıza əleyhissalam öz minini və sözünə davam elədi. Dedi ki, lakin bi şərtiha və şurutiha və ənə min şurutiha. Deyir, biz ki, deyirik, la ilahə illallah kəlməsi Allahın əmnamanlıq qalasıdır və hər kəs o qalaya daxil olsa əmnamanlıqdadır, onun şərti var. Və mən onun şərtlərindənəm. Özdə bu hədisin adına nə dedilər? Silsilətü zəhəb. Qızıl silsiləli hədis, qızıl qaynaqlı hədis. Gör, İmam Rızanın mesajına baxın siz burada. Cəmaata nə öyrədir o 120 min nəfərə ki, neçə illərdir la ilahə illallah deyəsiz. Yəni, bu tövhid elmlərini əxz eləyəsiz, götürürsüz, öyrənəsiz. Onun, o belə deyək, o çeşmənin, tövhid çeşməsi ki, cəmaatı ruhi, mənəvi baxımından qidalandırır, onun siz qaynağını, ora gedən yolu dəqiq bilməlisiniz. Buyurur ki, hədisə necə başladı? Dedi ki, mən öz atamdan eşitdim həmin bu hədisi, kəlimətü la ilahə illallah. Dedi ki, mən öz atamdan eşitdim. Yəni, İmam Kazım əleyhissalamdan eşitdim. O öz atasından eşitdi. Yəni, İmam Cəfər Sadiqdən eşitdi. O öz atasından eşitdi, yəni İmam Baqirdən eşitdi. O öz atasından eşitdi, İmam Zeynalabdin əleyhissalamdan eşitdi. O öz atasından eşitdi, İmam Hüseyn əleyhissalamdan eşitdi. O öz atasından eşitdi, İmam Əlidən eşitdi. İmam Əli də öz qardaşı Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm Allahümme salli ala Muhammed və Muhammed əccəl fərəcəm. O da Cəbraildən, Cəbrail də Allahın bu cür buyurduğunu dedi. İndi təsəvvür edin, 120 min nəfərə hamısı söz gözləyir İmam Rızadan, onlara bunu başa salır ki, siz tövhidə gedən yolu bizdən keçməlisiniz. Yəni, la ilahə illallah qalasına daxil olmaq istəyirsinizsə də onu bizdən öyrənməlisiniz. İmam Kazım ta qayıdır Peyğəmbərə və Cəbrail, o da Allah Cəllə Cəlaluhunun özündən nəql eləyə birbaşa. Bax, əzizlərim, bizim o ki, dedik İmam Rıza əleyhissalam
vilayətin digər imamlarla daha çox fərqləndirən cəhəti vilayəti təbliğ eləməsidir ki, o da biz müsəlmanlar arasında tarixdə qalıb köhnəlməyib vilayət məsələsi. Vilayət məsələsi bu gün də gündəmdir. O müsəlmanlar ki, vilayətdən kənar qalıblar, həqiqətən də əmin-amanlıq qalasından kənardadılar. Dediyim kimi 2 milyarddan çox müsəlman 10-12 milyon işğalçının əlində, zalimin əlində aciz qalıbdır. Allah inşallah bizi həqiqi vilayət davamçılarından qərar versin. Allah günahlarımıza qələm əfv çəksin. Allah bizi bir-birimizə mehriban qərar versin. Allah inşallah dünya və axirətimizi abad eləsin.